Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz, hər birini salamlayırıq. Demək, bir mövzu adına keçmək istəyirəm. Demək, xanım bizdə anası idarəedici vəzifədədir. Mən Ramil otur, buradan sənin izləyicilərə və digər izləyicilərə buradan demək istəyirəm ki, həqiqətən bir klinikadakı valideyn övladını həmən klinikada işləyən, əməliyyat edən həkimə etibar edirsə, demək ki, həkimin narazı xəstəsi yoxdur. Həkim xəstənin üstündə tir tələsir ki, öz gözündən görüb öz övladını əməliyyat edir. Düzdür? Yəqin ki. Qız nətərsən? Yaxşısan, hər şey qaydasındadır. Həqiqətən maman seçdiyi həkimə əməliyyat olmağa dəyərmi? Belə gözləyirdin? Hə? Möhkəm danışsan. Yaxşı gözləyirdi. Ramil abi, buradan xanımın da fikirləri var. Pasiyentin anası özü düşmək istəmir. Sizin fikirlərinizi ala bilərik zəhmət. Bax, bir də arxa tərəfimizdə narkoz həkim var. Hansı ki, məxfi olan narkoz həkimimizin də ki, yanımızdadır. Bir valideyn olaraq fikirlərinizi deyin, izləyicilər də bilsin ki, bu klinikada nəyə görə əməliyyat etdirmisiniz və Ramil doktoru həqiqətən seçməyə dəyər miydi bu haqda? Bir valideynin Allahdan sonra istədiyi ikinci bir şey övladdır. Bəli. O övladını kiməsə əmanət edirsə, demək inanaraq edir. Bəli. Mən həqiqətən bu demək olar ki, bəlkə də saycan, bəlkə də bir 30, 40, 50 rinoplastik həkimi tanıyıram. Yəni hamısı da məni yaxşı tanıyır və hamısından da təkliflər də almışam. Həqiqətən ki, əməliyyat həm özüm üçün, həm uşağım üçün, amma yəni xoş bir yolla yox demişəm də, yalan nə yalan deyim. Ramil doktor birincisi mənim seçimimdir. Çünki yəni mən övladımı ona əmanət etmişəm və övladım özü də yəni aylarlandır ki, izləyir, baxır. Yəni hər ikimizin razılığı və ikinci məsələ elə bil ki, mən övladımı pis çıxmasın, öldürür və ayıldır. Bunu da elə bir insana əmanət etməlisən. Həqiqətən doktora təşəkkür edirəm buna görə. Söhbət indiysə narkoz həkimimizdən gedir. Narkoz həkimimizdən gedir və bu uşaq başqa bir klinikada da əməliyyat keçirib. Bəli. Və mən nə yalan deyim ki, mən onu narkozdan ayıldıncan, onun qışqırıqlarından, yəni çox çətin bir vəziyyət var. Amma bugün mən həqiqətən eyni uşaqda eyni şeyi çox şok yaşadım. Mən artıq əməliyyatxanadan uşağım çıxmamış mənlə danışırdı, söhbət eləyirdi. Çox gözəl ayıldı, heç bir ağlamağı, heç bir narahatçılığı və buna görə də hər iki həkiminə öz təşəkkürümü bildirirəm. Həqiqətən əllərinə, qollarına, ürəklərinə sağlıq. Yaxşı ki, sizi seçmişəm. Bəli. Ona görə də siz də baxın, götür qoyun. Əgər bir klinikanın işçisi həmən o narkoz həkimin, həmən o rinoplastika... Bu reklam deyil. Bəli. Övladın üzərindən reklam olur. Bu bir həqiqət. Sadəcə izləyicilərə sunduq ki, həqiqətən bizim klinikanın aparıcı şəxslərindən biri Ramil doktoru seçib, görüb xəstələrin necə yanaşdığını, nəticələrini görüb və həmən həkimə də, yəni Ramil doktora... Həkimə etibar edərək. Bəli, digər həkimimiz də narkoz həkimimizdir. Onun da ki, sadəcə mən dizlərini göstərirəm sizə. Həqiqətən çox gözəl həkimimizdir. Ramil abi, siz narkoz həkimimizə nə demək istəyirsiniz? Nə diz məsələsinə görə? Ay, özü düşmək istəmirdən, neyini? Nəsə göstərməliyəm. Ürəyim darır, ürəyim partlayır. Valla. Bəli. İnşallah hər kimi şişkinliklər var, əməliyyat mən düşünürəm ki, umumi keçdi. Bəli. İnşallah açılandan sonra özü baxacaq, bəyənəcək, bəyənməyəcək. İnşallah. Bir də ki, Ramil abi, yazacaqlar ki, Ramil doktor, bizim niyə əməliyyatdan çıxandan sonra gəlib yanımıza oturmur? Əslində gəlirsiniz. Mən çox xəstələnəm. Bəli, həsində tez-tez gəlib deyər, amma siz bəzən yatılı olursunuz. Xanım da ki, bugün əməliyyat olub, tezdən saatdan olub deyin, indi tam özündədir. Bir əl elə də denən ki, yaxşıyam, bax, belə-belələr. Bəli, görürsünüz, yaşayın. Ramil, başqa nə demək istəyirsiniz izləyicilərə? Sağ olsun. Siz seçən valideynlər var, hansı ki, bir kütlə övladın üzərinə buraxır, bir kütlə də valideyn seçir ki, bu həkimi həm pasientlərə, həm də pasientlərin valideynlərə nə demək istəyərsən? Elə məsələn, xanım kimi, məsələn, bizdə əməliyyat olan son bir ildə bəlkə də neçə yüz pasiyentimiz var. Bütün valideynlər də xanım kimi fikirləşir, amma bəziləri dilə gətirmir. Həmən valideynlərə sizin... Bizə etibar edib gələn bütün valideynlər, xəstələr, özləri hamısına təşəkkürümüzü bildiririk. Bəli. Yəni, biz də çalışırıq ki, onların etibarını itirməyək. İnşallah. Sağ olasınız, var olasınız. Buradan da həm Ramil doktorun tibb personalına, həm də ki, narkoz heyətinə təşəkkür edirik ki, bizim Azərbaycanda seçilən rinoplastik həkimlərin birilərindən də səbəbkarı narkoz heyətdir. Çünki şükür Allah, heç bir xəstəmizdə narkoz heyətdə bir sıxıntı yoxdur, inşallah olmayacaq. Mən də nə yaxşı ki, varam. Sən də yaxşı. Sağ ol.